Bax, görürsünüzmü, əziz tamaşaçılar, hər şənbəni izləyənlər, Anarın artıq 17 yaşı var və kiçik də olsa özü kommersiya ilə məşğuldur. Eyni zamanda, bax, bu sahə səni dərslərindən bir addım da olsa geri itəliyirmi? Biraz olur, çünki iki tərəfli olsan, həm dərs, həm bu. Ona görə çalışıram ki, ikisini də eyni tutasan. Sən seçim qarşısına qalsan, o da rəqs seçərsən. Bəli, bəli, əlbəttə. Bax, buradan səni izləyən müəllimlərinə nə demək istəyərsən? Müəllimlər, məni yola verin, hə, dərsə gəlmədiyim bir aylıq müəllimlərə. Hamısına salam söyləyirəm. Əsasda başda olmağa Pəri müəllimə salamlarımı çatdırıram. Bax, çox istəyərdim ki, bizim studiyamızın qonaqlarımızın müəllimləri və yaxud da ki, ailə üzvləri zəng eləsinlər. Çünki bir insan peşəkar ola bilər, yaxşı cəhətdən hər hansısa bir sahəyə yiyələnə bilər. Bəs ailədə necədir, şəxsi həyatı necədir? Bununla bağlı maraqlanmaq istəyərdik. 022-260-12-12 nömrəli əlaqə telefonlarımız ixtiyarınızdadır. Aha. Müsahilə bayaqları rəqsin mənalarından danışdı. Bax, siz müxtəlif hərəkətlər edirsiniz. Onların mənasını bilirsiniz. Məsəl üçün, özdə mən bildiyimə görə Qafqaz rəqsdə avar ləzgi ən çox əl-qol hərəkətlər eləyirlər. Bəli, bəli. Orada hər bir hərəkətin mənasını siz bilirsiniz. Açıqlaya bilərsiniz onu heç olmaz. Bilir, hamı bilir onu. Mən bilirəm, məsəl üçün onunla məşğulam deyə bilirəm, ancaq onu başa salmaq olmur. Gərək o da məşğul olsun, gözü başa düşsün onu. Aha, yəni biraz ancaq sən başa düşürsən, digər rəqqaslar başa düşür. Rəqqaslar başa düşür. Yəni mən çətin başa düşərəm. Gərək mən də gələm sizin yanınıza. Bəli, gələrsiniz. Bəs mən fikir verirəm. Deməli, bu Qafqaz rəqsi oynayanların əksəriyyətinin saç düzümü də belə Dağıstan stili deyirlər də ona. Bu, yəni mütləqdirmi, yoxsa? Yox, mütləq deyil. Prosta həm stil barədə olur. Çünki mən avarlarla əzgilərdə görmüşəm, onlar hamısı bu sizin kimi stildə bir saç düzümü eləyirlər. Rəqs eləyəndə də saç belə interesli vəziyyətdə qalxır. O, rəqsə aiddir, həm elə adam var ki... Sırf rəqsə aid olur. Yox, sırf rəqsə aiddir. Kim istəsə uzada bilər, o hərənin öz işidir. Yəni ki, biz ancaq rəqsə görə. Aydındır. Çox sağ olun. Bir də mən fikir verirəm, siz məsələ üçün əl-qol hərəkətləri daha çox olur da Qafqaz rəqslərində. Sizin üçün daha asan hansıdır? Azərbaycan rəqsləri, ayaq hərəkətləri sizin üçün asandır. Azərbaycan rəqslərində ayaq hərəkətləri daha çoxdur. Bəli, bəli. Amma avar ləzgi rəqslərində əl-qol hərəkətləri daha çoxdur. Sizin üçün daha asan hansıdır? Zəhmət olmasa o birisi qonağımız cavab versin, yəni müxtəliflik olsun. Sizin üçün daha asan hansıdır? Mənim üçün milli rəqs asandır. Milli rəqs, ayaq hərəkətləri asandır. Ayaq hərəkətləri asandır. Mənim üçün isə, indi deyə bilərsiniz ki, məşğul olmur, sənin üçün demək daha asandır. Yəni, mən də vaxtilə, indi burada hərçənd ki, nümayiş elətdirə bilmirəm. Yəni, 7 il rəqsə getmişəm. Yəni, stajı sizdən də çoxdur, yəni, mən sizə deyim. Bəli, həqiqətən deyirəm, yəni bunu boğazdan yuxarı demirəm. Nəyə görə? Mən bilirdim ki, onsuz da mənim yaşım çatanda mən rəqslə məşğul olmayacağam. Sadəcə, hər zaman içimdə həvəs olubdur. Birincisi, həm fiziki görünüşə görə, ikincisi, məclislərdə digərlərindən fərqlənmək üçün, səmimilikdən biraz qırağa çıxsam da, yəni, üçüncüsü də ki, gözəllik xəttinə. Çünki rəqs, əgər gözəl bacarırsansa, çox belə digərlərindən fərqlənsən, çox gözəl bir, qıraqdan çox gözəl görsənirsən. Bax, heç ailə üzvlərinizdən, sizdən əlavə kiminsə rəqsə maraq varmı? Yox, xeyr, təkcə mən. Niyə? Bəlkə siz maraq yaratmırsınız, ola bilər? Yox, onların elə sənətləri başqadır deyə, sənətlərindən... Onlar artıq öz yerlərini tuturlar. Məyər rəqs eləmək üçün hər hansısa bir sənət vacibdirmi? Yəni, onu boş vaxtın olanda da eləmək olar, mikrofonu yaxın tutardınız. Yox, vacib deyil, sadəcə bu hobidir. Bacarasan, eləyəsən, fərqlənməlisən kimdənsə. Yəni, eləyəndə daha doğrusu hamıdan fərqlənirsən deyə maraqlı. Biraz danışanda yaxın. Bax, ailə üzvlərin mikrofonu zəhmət olmasa ötürərdiniz. Ailə üzvlərinə sizin bu işlə məşğul olmanıza nə deyil? Arada bir deyirlərmi? Sən dərslərindən qalırsan, sən məşğul olmursan. Ya nə bilim, başqa. Elə şey yoxdur, amma xoşlayırlar onlar oynamaq, rəqsi belə. Elə mi? Çox gözəl. Telefon xəttimizdə bəli tamaşaçımız var. Alo. Alo. Alo, salam xanım. Salam aleyküm. Salamlayacağım hər birinizi xanım. Samir Rıza. Anar müəllim başlamaq rəqslərdə falan biləm qonaqlarınızı. Şamo Rıza. Şəmkirdə Anarın xalası oldu, Şamodur. Allah yaxşı. Anar, bax. Hər birinizi salamlayıram.
Çox sağ olun, mən sizə minnətdarlığımı bildirəm zəng elədiyinizə görə. Çünki mən özüm ultimatum göndərmişdim ki, ailə üzvlərindən kimsə zəng eləsin. Düzünü deyin, yəni bu dəqiqə canlı efirə bağlanmağınızı bir anlıqda olsa unudaq. Anar həyatda necə biridir? Anar yaxşı da çox yaxşı oğlandır. Hər şeyə cəhətə görə mənfəətli oğlandır, yaxşı oğlandır. Yaxşı xalqımdır, qəşəng, əla. Siz daha yaxşı rəqs eləyirsiniz, yoxsa Anar? Nəli? Siz daha çox yaxşı rəqs eləyirsiniz, yoxsa Anar? Yox, əlbəttə ki, Anar çox yaxşı rəqs eləyir. Bəs ümumiyyətlə, niyə Anarın yanına gedib sizə yaxşı rəqs eləmirsiniz? Mənim vaxtım yoxdur, sadəcə mən işləyirəm özüm. Lap yaxşı. Bəs elə zəng vurmuşkən mövzumuza qatıla bilərsiniz. Sizcə niyə rəqs eləyirsiniz? İnsanlar niyə rəqs edir? Əgər maraqlı fikir səsləndirsəz, hədiyyə qazanacaqsınız. Baxın, insanlar bizim mövzumuz belədir ki, insanlar niyə rəqs eləyirlər? Siz niyə rəqs eləyirsiniz? Rəqs eləməyinizin mənası nədir? Eşidirsiniz bizi? Bəli, eşidirəm. Cavab verin. Onda zəhmət olmasa cavab verin. Ay mama. Hamı deyəsən danışmaq istəyir. Evinizdə deyəsən az yaşlı uşaq var, hə? Bəli. Öpürük onun üzündən. Belə ümid eləyirik ki, o da böyüyəndə bax elə öz qohumu Anar kimi daha yaxşı rəqs eləyəcək. Nə isə tərəddüd eləyirsiniz, sizi çox yormayaq bizim mövzumuza qoşulmağınızla bağlı. Mücümüzün içindəki əşya sizcə nədir? Bu çarıqdır, çarıq. O rəqqasa yağına geyinizlik çarıq. Niyə bugün hamınız çarıq deyirsiniz? Bilirsən niyə yəni, hamı çarıq deyir? Əynində... Çünki insanlar bilir ki, biz mövzuya uyğun hər zaman mücümüzün əlbəttə, amma rəqqasın qoyulur. əynində digər əşyalar da olur. Sizcə yəni, bu məhz çarıqdırmı? Və yaxud çarıq olmalıydı bunun içində? Çarıq olmalıdır ki də, yəni o mücü baladadır, yəni onun üçün çarıq yağını çıxa bilər. Şamil müəllim, bir dəfə bizim belə bir mövzumuz olmuşdu. Orada bilmirəm, dəqiq xatırlamıram, nəysə musiqi alətindən danışırdıq. Kimsədən gəlib demiş ki, içindəki gitaradır, hə? Nəsə belə bir şey olmuşdu. Pianino hətta deyən olmuşdu. Elə fortepiano da demişlər. Çox sağ olun, dəyərli vaxtınızı bizə sərf elədiyiniz üçün. Ümid eləyirik ki, qalib gələcəksiniz. Anar, bax, öz yaxının zəng eləmişdi. Nə hiss elədin? Qorxdunmu ki, sənin pis cəhətlərini açıqlayar? Biraz da həyəcanlandın elə bil. Yox, həyəcanlanmadım. Mən onlara qarşı pis bir hərəkətim olmayıb ki, yəni həyəcanlanan mən çalışıram hamı üçün yaxşı olan. Elə iş orasında da sən o qədər yəni yaxşı işlər görübsən ki, artıq utanırsan, deyilsən. Yəni normaldır. Yəni biz də elə istər ki. Bax, səncə, sənə sual vermirəm daha doğrusu. Sənin yanında oturanlara. Sizcə insan necə insan olmalıdır ki, insan kimi insan olsun? Hə? Çətin sual oldu, biraz aydınlaşdırım. Yəni, necə eləmək lazımdır ki, adına layiq yaşayasan? Hər şeyin yerini bilməlidir. Məsələn? Məsələn, bir ilk növbədə özünə hörmət qoymalıdır. Necə? İlk növbədə özünə hörmət qoymalıdır ki, qarşındakına da hörmət qoysun. Çox gözəl fikir səsləndirdiniz və siz necə düşünürsünüz? Mən də elə fikirləşirəm. Yəni, özünə hörmət qoydunsa, qabağındakına da hörmət saxlamağa çox yaxşı bilərsən. İnsan var, dil ustadıdır, dil pərgarıdır. Bizim qonaqlarımız da daha çox üstünlük verirlər, öz bacarıqlarını nümayiş elətdirməyə. Birazdan reklamlara keçid alacaq, ondan sonra isə növbəti uğurunuzu nümayiş elətdirəcəksiniz. Bəli, amma ondan qabaq, Vüsalə, bəxtlər sən qeyd elədin ki, 7 il rəqsə getmişəm. Sonra dedin ki, istəmərəm, amma mən istəyərəm, yəni qonaqlar da məncə razı olar məndən, yəni nümayiş elətdirsə daha yaxşı olar. Bəlkə bizə bir o 7 illik öyrəndiyin rəqsi bir göstərəsən bizə, nümayiş elətdirəsən, mahnı da var, yəni problem deyil. İnşallah gələcək verilişlərimizə indi biraz yaxşı çıxmaz. Telefon xəttimizdə tamaşaçımız var. Salam mənim xilaskarım, kimdir? Alo. Salam, Könüldür, necəsiz? Sağ olun Könül xanım. Bax, siz bizim daimi tamaşaçımızsınız. Zəng eləməyiniz də əla hissəsinə düşdü verilişimizin. Buyurun. Vaxtında zəfirsən. Mən yaxşıyam. Mən özüm bugün yəni Qazax rayonundayam. Orada sizi yəni izləyirəm. Harada? Mən hər zaman yəni daimi tamaşaçı hər yerdə zəng eləməlidir. Əlbəttə. Yəni mövzu ilə bağlı onu bildirmək istəyirəm ki,
Yəni mənim fikrimcə, yəni bir məsələ var ki, yəni rəqs insanın, yəni xilaskarıdır. Yəni mənim fikrimcə ruhun qidasıdır. Yəni özümdə fikir verirəm. Yəni mən bir toya gedim, oğlanlar məclisində məsələn, oğlanlar oynayır, mənim çox xoşum gəlir. Yəni mən də, yəni bəxtimdən oynayırlar, mən də azdan çoxdan onların hərəkətlərini götürürəm. Yəni mənim fikrimcə şəxsən mən özümdən götürürsəm. Yəni mənim həyatımda da yəni bir çox problemlər olur. Yəni problemlərimdən uzaqlaşmaq üçün, məsələn, dərslərimdən, yəni uzaqlaşmaq üçün yəni rəqs oynayıram. Yəni rəqs bundan da uzaq duranda yəni olmur da. Yəni ruhun qidasıdır. Yəni mən oynayıram. Yəni özüm çox dəhşət çox rəqs oynayıram. Yəni mən yəni kimliyindən, yəni ölkəliyindən, rəqsdən asılı olmayaraq, yəni o musiqi, yəni mənim necə deyim, ruhuma düşürsə, əgər mən oynayıramsa, filmimə düşürsə, yəni mən oynamalıyam. Yəni toyda yəni ortadan çıxmırsınız. Könül xanım, bax dediniz ki, mən çox yaxşı oynayıram. Özünüz də qeyd elədiniz ki, məclislərdə bəzən oğlanlar bir-birinə yarışanda, oynayanda çox xoşuma gəlir. Bax heç durub ayağa onlara qatılmısınızmı? Yoxsa valideynlərinizin senzurasından mı qorxubsunuz? Çox deyəsən. Yox, çox qatılmışam. Hətta o aşk gətirən mərasimində də mən qatılmışam. Çox maraqlıdır. Gör necə səbirsizsiniz. Yəni bütün hər dəfə nə çalırlar ona. Əslində baxsan yaxşı hərəkətdir, çünki bilirsiniz, Azərbaycanın gereği hər torpağı, Azərbaycanın torpağına qurban olun. Yəni onların musiqisi də Azərbaycanımızın musiqisi, yəni kimliyinə, uşaqlığından asılı olmayaraq, Allah böyük olsun. Elə musiqidir ki, yəni adam kimliyinə düşür, oynayır. Yəni mən qonaqlarımızı da bayaq salamlamadım, biraz mabiliklə eləyirəm deyə. Yəni ona görə də qonaqlarımızı da salamlayıram. Müdiriyə də keçmək istəyirsin də onlara biraz köməklik eləyəsiniz. Könül xanım, biz bildik ki, artıq siz mobil telefonla zəng edirsiniz. Biz istəyirik sizdən verişin axırına qədər davam eləyək. Nə deyirsiniz? Ürəyinizi gedəcək. Müdürün içindəki rəqqas... Yəni olar ki, oğlanlara aiddir, yoxsa qızlara? Həm qızlara, həm oğlanlara. Elə deyək. Bu, məncə yaylıq olar da. Yaylıq, oğlanlarda... Mən köməklik elə bilərsiniz. Oğlanlarda o cür ola bilər ki, qızda olan yaylıq, qız məsələn öz yaylığını oğlana verir, oğlanda da olur, yəni belə. Amma bunların hər ikisinə də olmur. Qız öz yaylığını oğlana versə, bu görüş filmini xatırladır və yaxşı nəticə vermir. Baxırsınız da o kinoya yəqin ki. Bəli, baxmışım. Bilirsiniz ya, xanımın bəyə verdiyi yaylıq nə məna daşıyır? Necə? Könül xanım, bax çox sağ olun, öz dəyərli fikrinizi bizə sərf elədiniz, bizimlə bölüşdünüz. Məncə də mövzuya yəni maraqlı yanaşma idi. Reklamlara keçək, daha sonra yenidən bir yerdəyik və növbəti rəqsi izləyəcəksiniz. İzləyək. Evlərimizdə yaşayan balaca insanlar. Onlar get-gedə niyə passivləşir və aqressivləşirlər? Özünüz narahat olursunuz ki, bu qədər aqressiv niyədir? Kompüter oyunları uşaqlara nə verir? O uşaqlar kompüterin dalında oturub haralara gedib çıxa bilərlər. İnternet vasitəsilə onlar nələr görə bilərlər. Bütün bunlarla bağlı daha ətraflı Cavanşir Məmmədzadənin təqdimatında, reportyorda. Onlar küçələrdə hətta qaşqı-tutqu da oynamırlar və evdə oturub kompüterin qarşısında öz dırnaqarası düşmənlərini məhv etməklə məşğuldurlar. Reportyor bu axşam saat 20-də Kəpəz televiziyasının efirində.